Məntiqdən dimin sınaq imtahanına düşmüş, maraqlı, bir o qədər də çətin olan Şaxta Baba sualına baxaq. Sualımıza görə nədir? Suala deyir ki, Şaxta Baba yeni il şənliyinə gələn uşaqlara yaxınlaşaraq torbasındakı hədiyyələrdən götürmələrini təklif etdi. Şənlikdə olan uşaqların 60%-i torbadan oyuncaq maşın götürüb, 50% isə gəlinci götürüb. 3 uşaq isə bizdə həm oyuncaq maşın götürüb, həm də gəlinci götürüb. Bu sualı həll etmək üçün ən yaxşısı biz Venn diaqramından istifadə edə bilərik. Mən də Venn diaqramı qeyd edirəm. Birinci Venn diaqramın yazıram M-dən, yəni maşın qısaca yazıram. Bir də gəlinciyi də J ilə yazdım. Yaxşı, məndə şərtdə nədir? 3 uşaq həm oyuncaq maşın götürüb, həm də gəlinci götürüb. Həmin 3 uşağı gətirirəm M-lə J-nin kəsməsinə yazıram. Sonra bizə nə verib başqa? Deyir ki, şənlikdə olan uşaqların 60%-i torbadan oyuncaq maşın götürüb. 60%-ni tapmaq nə deməkdir? Yəni, bu ümumi saydan söhbət gedir. Mən də burada qeyd edirəm ki, deyək ki, bizdə ümumi say nəyə bərabər olsun? X-ə. Yaxşı, bizdə 60%-ni tapmaq tələb olunursa, mən nə etməliyəm? 60%-ni tapmalıyam. Əgər saydan söhbət gedirsə, tam ədəd almalıyam. Ehtimala əsaslanan sual tipidir bu. Yaxşı, mən 60%-ni tapanda 10/6-sını tapmış olaram, düzdürmü? Onda mən necə yazmalıyam? Deyək ki, bizdə X-in qiymətini vurmalıyam 10/6-ya və bunu tam formada tapmalıyam. Yaxşı, X burada hansı qiymətlər ala bilər? Onun tam misilləri. Gərək onun tam misilləri olsun ki, onunla ixtisara geçsin ki, mən tam ədəd ala bilim, düzdürmü? İndi isə burada X-ə 1 qiymət verək. Yaxşı, qeyd edirəm, birinci halda deyək ki, bizim X-imizin qiyməti olsun 10. Yaxşı, 10 olan halda yazıram. 10 vurulsun. Bizdə 10/6-sı nədirdir? Torbadan oyuncaq maşın götürüb. 10/6 bərabər nəyə? 6-ya. Burada 6 nəfər oyuncaq maşın götürüb. Yalnız yox. Yəni, tutaq ki, burada Y-dirsə, Y plus 3 bizdə ümumi 6-ya bərabərdir. Onda yaxşı, 6 nəfər maşın götürübsə, onda 3 nəfər nə olar? Yalnız maşın. Düzdürmü? 3 nəfər yalnız maşın. Aha. Sonra, eyni qaydada mən gəlinciklərin də sayını tapa bilərəm. Onu vurmalıyam nəyə? 10/5-ə, 50% edirsin, 10/5-ə vururam. Bərabərdir nəyə? 5-ə. Yaxşı, bizdə 3 nəfər həm maşın götürüb, həm də gəlinci götürüb. Yalnız, onda neçə nəfər olacaq? 2 nəfər. 2 nəfər yalnız gəlincik. Yalnız gəlinci. 3 nəfər yalnız maşın, 2 nəfər yalnız gəlinci. Yaxşı, burada mən sayı yoxlayıram. Görüm həqiqətən də ödürmü? Deməli, 3 nəfər yalnız maşınsa, elə bir ki, 3 burada olmalıdır. 2 nəfər də yalnız gəlinci götürürsə, 2 də burada olmalıdır. Ümumi sayı tapanda yazıram 3 plus 3 plus 2 neçə edir? 8 nəfər. Bizdə də neçə nəfər dedik? 10 nəfər. X 10 götürmüşdük, düzdürmü? Onda 8 nəfərə hədiyyə çatıbsa, 2 nəfər nə olur bəs? Hədiyyəsiz qalıb. Yazıram burada 2 hədiyyəsiz. Hədiyyəsiz. Sonra prosi davam edirəm. X-ə bu da verirəm 20. X-ə 20 verəndə 20-nin 10/6-sını tapıram. Neçə edir bu? 12. 12-dən 3-ü çıxanda, ortaq hissəni çıxanda neçə nəfər qalır? 9 nəfər yalnız maşın. Yaxşı, 20-ni indi burada tapıram nəyin? 10/5-in. Bu neçə edir? Bu da edir 10 nəfər. Ondan da 3-ün çıxanda neçə qalır? 7 nəfər yalnız gəlinci. Bir yanda Venn diaqramı qururam. Burada yuxarıda da qeyd edim ki, X bərabərdir 10. X-in 10 qiymətinə uyğundur bu. Burada yazıram maşın, gəlincik. Ortaq isə dəyişmir, yenə 3-dür. Yaxşı, 9 nəfər yalnız maşınsa gətirirəm 9-u buraya yazıram. Sonra gəlincik neçə nəfər idi? Gəlincik də, burada nə yazmışam? 7 nəfər, gəlincikdir bu, 7 nəfər, bəli. İndi burada ümumi sayı tapmaq üçün nə edəcəm? 9 üstə 3 üstə 7 və buradakı ədədləri toplayanda neçə edir bizdə? 19. Amma X-i neçə götürmüşdük biz? 20. Bu dəfə neçə nəfər hədiyyəsiz qaldı? 1 nəfər. Yazıram 1 nəfər hədiyyəsiz. Sonra X-ə indi bu dəfə daha böyük qiymət verək. 30 verək. Yaxşı. 30 verəndə 30-u vururam 10/6-ya neçə edir? 18. 18-dən 3 nəfər yenə
həm maşın götürüb, həm də gəlinizi götürüb. Neçə nəfər qalır? 15 nəfər yalnız maşın götürüb. Yaxşı, 30-u vuran bu dəfə 10-da 5-ə. Neçə edir bu? 15 nəfər. 15-in də 3-ü ortaq olduğu üçün yalnız 12 nəfər nə olur? Gəlinci götürmüş olur. Yaxşı, mən bir dənə də Venn diaqramı burada yazıram. Bu dəfə bayaqkında yazmadım. X bərabərdir 20 idi. Burada x nə olacaq? Burada x olacaq 30. Yaxşı, yenə ortaq hissənin sayı dəyişmir. 3 olur. Yalnız maşın, burada maşını qeyd edeyim, burada da gəlinci qısa. Sonra burada 15 olmalıdır. Burada da 12 olmalıdır. Yaxşı, ümumi sayı tapanda indi 15 plus 3 plus 12 ümumi nə qədərdir bizdə? 30 nəfər. Biz x neçə götürmüşdük? 30. Deməli, 30 uşağın hər birinə hədiyyə çatdı. Deməli, bir problem yoxdur. Yəni də hər ehtimal x-in böyük qiymətini də yoxlamalıyam. Yaxşı, x-in daha böyük qiymətini yoxlayaq onda. Məsələn, x-ə bu dəfə 10 bayda artırıb 40 qiymətini verək. Düzdürmü? 40 verməliyik bu dəfə. X bərabərdir 40. Yaxşı, 40-ı vururam 10-da 6-ya. Neçə edir bu? 24. 24-dən 3 nəfər, yəni ortaqdır. 21 nəfər yalnız nədir? Maşındır, qısa yazdım. Sonra 40-ı vururam 10-da 5-ə, yəni yarısıdır elə bir 40-ın. Neçə edir? 20 nəfər. 20-dən 3 nəfər çıxıram, 17 nəfər yalnız nə? Gəlincik. İndi yaxşı, burada sayı tapanda 21 üstə gəl 17, 3 nəfər də ortaqda axı. Nəyə bərabər olur? Bu da bərabər olur bizdə 41. Amma biz sayı nə qədər götürmüşdük? 40 götürmüşdük. Bir vay çox oldu. Uyğun gəlmədi. Yaxşı. X-in lab 50 qiymətində yoxlaya bilərik. X-i 50 də yoxlayaq. Görək alınacaqmı? X bərabərdir 50. 50-ni vururam 10-da 6-ya. Neçə edir? 30. 30-dan 3-ü çıxanda qalır 27 nəfər. Yalnız nə? Maşın. Sonra 50-ni vururam 10-da 5-ə. Edir 25. 25-dən də 3-ü çıxanda neçə edir? 22 nəfər yalnız gəlincik. İndi burada mən uşaqların sayını tapsam, 27 üstə gəl 22, üstə gəl neçə? 3 nəfər ortaqdır da, düzdürmü? Həm maşın götürüb, həm də gəlincik. Bərabərdir bu da nəyə? 42-yə. Daha doğrusu 52-yə. Burada indi 50 götürmüşdük x-i, oldu nə? 52. Görək ki, get-gedə nə olur? Qiymətlər artır. Bu da bizim şərtimizə ziddir deyə, artıq digərlərini yoxlamağa ehtiyac yoxdur. Deməli, biz elə 3-ə qədər tapmalıymışıq. Yaxşı. Sonra nə edə bilərik burada? Ən yaxşısı sualın şərtinə baxaq. Görək sualda nədir bizdə? Deməli, bunları tapdıq biz. İndi baxaq şərtimizə. 144-də nədir? Aşağıdakılardan hansıları müəyyən etmək mümkündür? Birincide deyir ki, heç bir hədiyyə götürməyən uşaqların minimum sayını. Deməli, heç bir hədiyyə götürməyən, məsələn, sonunuzda biz 30 tapmadıq, 30 uşaq, biz x-i də 30 götürmüşdük, deməli, bizdə hədiyyəsizin sayı nə qədərdir? 0. Bütün uşaqlara hədiyyə çatıb, yəni. Biz minimum sayı tapa bilmişikmi? Bəli. Birdən desəydi, maksimum sayı da əslində var, nə qədərdir? 2-dir, düzdürmü? Yaxşı, heç bir hədiyyə götürməyən uşaqların minimum sayı bunu müəyyən eləmişik. Sonra şənlikdəki uşaqların dəqiq sayını. Dəqiq sayını bilmirik axı. Çünki x-ə bir dəfə 10 vermişik, bir dəfə 20, bir dəfə də 30. Hər üçü ola bilər əslində. Yaxşı. 2 ödəmir. Gəlinci götürən uşaqların minimum sayını. Gəlinci götürən uşaqların minimum sayını bizə demirək yalnız gəlinci. Məsələn, burada birinci halda, birinci Venn diaqramında gəlinci nə qədərdir? 3, o da 2, 5 nəfər. Düzdürmü? İkincidə nə qədərdir? Bax, qıraqda qeyd edirəm. Bir dəfə 5-dir. Bir dəfə 3-dən 7-ni toplayanda 10-dur. Bir dəfə də 15-dir. Bunların içində minimum tapmaq mümkündür də, düzdürmü? Deməli, 3-ü də tapmaq olur. Sonra, oyuncaq maşın götürən uşaqların maksimum sayını. Oyuncaq maşın götürənlərin sayı nə qədər olacaq? Bunlar gəlinci idi, minimum. İndi burada maşını qeyd edirəm. Amma burada nə qədər istəyir? Maksimum sayı. 3-dən 3 toplayan neçə edir? 6. Sonra ikinci də 9-dan 3 toplayanda maşın sayı nə qədər oldu? 12. Üçüncü də 15-dən 3 toplayanda nə qədər edir? 18. Bəli. Oyuncaq maşın götürənlərin maksimum sayını tapa bilirik. Bu da bir problem deyil. 4-də tapa bilirik. Sonra Şaxta babanın torbasındakı hədiyyələrin minimum sayını. Hədiyyələrin minimum sayını da necə tapa bilərik burada? Hədiyyələrin minimum sayını. Bizə demirək uşaqların sayını, hədiyyələrin sayını. Məsələn, birinci halda nə edə bilərik? Bizdə tutaq ki, buranı biraz səliqəyə salım. Aha.
Bizdən hədiyyələrin sayını istəyirsə, nə etməliyik? Birincisində qeyd edirəm hədiyyələrin sayını. Deyək ki, 3 nəfər yalnız maşın alıb, düzdürmü? Yazıram 3 plus 3 nəfər nə alıb? Həm maşını alıb, həm də gəlinci. Ona görə bu 3 nəfəri nə etməliyəm? 2-yə vurmalıyam. Yəni həm maşın, həm də gəlinci aldığı üçün vurmalıyam bu 3 nəfərin sayını 2-yə. Yaxşı, 2 nəfər nə alıb? Yalnız gəlinci. Yaxşı, oyuncağın sayı nə qədər oldu burada? 3 üstə gəlinsin 6 eləyir 9 2 11. Birinci aldı 11. İkincisində 9 üstə gəl. Ortadakı həddi, yəni ortaq hissəni 3-ü yenə vurmalıyam nəyə? 2-yə, düzdürmü? Üstə gəl 7. Nə qədər eləyir? 15, o da 7 eləyir 22. Sonra axırıncısında 15 üstə gəlinə 3 vur 2 edir 6, düzdürmü? Bir də 12, nə qədər edir? 21 o da 12 edir 33. Biz burada nəyi tapa bilərik? Şaxta babanın torbasındakı hədiyyələrin minimum sayını. Bəli, hədiyyələrin minimum sayını tapa bilirik. 11, bunu da tapa bilirik. Deməli, doğru cavab nə oldu? 1, 3, 4, 5, bu da B variantı. Yaxşı, keçək növbəti suala. Növbəti sualda nədir? Burada nəsə sual tam düşməyib. Növbəti sualda biraz texnik problem oldu. Ekran görüntüsünü tam götürməmişdim deyə. Davam edək. Deyir ki, aşağıdakılardan hansı mütləq doğrudur? Bayaqlara birinci suala baxdıq, indi ikinci suala baxırıq. Nə deyir birincisində? Deyir ki, həm maşın, həm də gəlinci götürən uşaqların sayı heç bir hədiyyə götürməyən uşaqların sayından çoxdur. Həm maşın, həm də gəlinci götürən uşaqların sayı. Burada həm maşın, həm də gəlinci götürən uşaqların sayı nə qədər idi bizdə? 3 nəfər, düzdürmü? Heç hədiyyə götürməyənlər burada maksimum 2 nəfər ola bilir, düzdürmü? Ona görə bu həmişə nə olur? Doğru olur. Birinci şərtimiz doğrudur. Sonra, yalnız gəlinci götürən uşaqların sayı həm maşın, həm də gəlinci götürən uşaqların sayından çoxdur. Yalnız gəlinci götürən uşaqların sayı. Məsələn, yalnız gəlinci, bu mütləq doğru olduğunu deyir, yəni həmişə doğru olmalıdır. Yalnız gəlinci, məsələn, burada 2 nəfərdir, düzdürmü? Həm maşın, həm də gəlinci götürən uşaqların sayından çoxdur. Xeyr, məsələn, birincisində azdır, burada 2 nəfərdir, burada 3 nəfərdir, 2 səhvdir. Sonra, yalnız maşın götürən uşaqların sayı həm maşın, həm də gəlinci götürən uşaqların sayından çoxdur. Məsələn, birinci halda yalnız maşın götürənlərin sayı həm maşın, həm də gəlinci götürənlərin sayına nədir? Bərabərdir. Bu da səhvdir. Sonra, heç bir hədiyyə götürməyən uşaqların sayı yalnız gəlinci götürən uşaqların sayından azdır. Heç hədiyyə götürməyənlər nə qədərdir? 2-dir tutaq ki bizdə. Yalnız gəlinci götürən uşaqların sayından. Yalnız gəlincikdən azdır. Yox, bəzən bərabər də ola bilər. Məsələn, 2 olanda yalnız gəlinci burada 2 var. Məsələn, bu da səhvdir. Yəni, mütləq doğru o demək ki, bütün hallarda ödənməlidir. Bu da doğru deyil. Sonra, Şaxta babanın torbasındakı hədiyyələrin sayı şənlikdəki uşaqların sayından çoxdur. Bəli, bu doğrudur. Nə bilirik? Məsələn, birinci halda bizdə 10 nəfər var idi. Amma hədiyyə sayı nə qədər idi? 11 idi. Sonra, ikincisində 20 idi uşaq sayı. Amma hədiyyə sayı 22 idi. Sonra, üçüncüsündə 30 idi. Amma hədiyyə sayı nə qədər idi? 33 idi. Düzdürmü? Deməli, 5 də doğrudur. Qaldı 146. Yalnız gəlinci götürən uşaqlarla heç bir hədiyyə götürməyən uşaqların sayı eynidirsə, heç bir hədiyyə götürməyəndən, məsələn, 2 nəfər burada, yalnız gəlinci götürən deyir də, birinci ala uyğundur, düzdürmü? X-in 10 qiymətinə. Burada 2 nəfər hədiyyəsizdir, yalnız hədiyyə, deməli, gəlinci götürən də 2 nəfərdir və burada bizdə nə istəyir? Neçə uşaq maşın oyuncağı götürür? Demirək, yalnız maşın. Neçədən olacaq? 3, o da 3. Nə qədər olur? 6 nəfər. B variantı.